Əziz müsəlmanlar, istəyirəm sizlərə elə bir nəsihət eləyim ki, bu nəsihətdən qəlbləriniz titrəsin və ölümü yadınıza salasınız. Unutma ki, bu dünya səni allatmasın. Allah subhanahu və teala buyurur ki, hər kəs ölümü dadacaqdır. Quranda 3 kərə buyurur. Kullu nəfsin zəiqatul məvt. Ey müsəlman, sən də öləcəksən. Bugün güldüyün, əyləndiyin, günah etdiyin bu həyat bir gün bitəcək. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, ləzzətləri yox edən ölümü yad edin. Özü də buyurur ki, çox yad edin. Sən nə vaxt son dəfə ölümü düşündün? Qəbrini, tək qalacağını, sorğu-sual, günah və savablarınla baş-başa qalacağını. Allah subhanahu və teala buyurur ki, o gün insan qaçacaq qardaşından, anasından, atasından və s. Əziz müsəlmanlar, o gün heç kim sənə kömək eləyə bilməyəcək. Nə dostun, nə ailən, nə sevdiyin. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, insan qəbrə qoyulanda onunla 3 şey gedər. Ailəsi, malı və əməli. İkisi geri qaydar, biri qalar. Qalan bilirsiniz nədir əziz müsəlmanlar? Onun əməli. İndi düşünün, sənin yanında qəbrə nə gələcək? Namazın varmı? Tövbən varmı? Yoxsa günahlarla dolu bir həyat? Allah subhanahu və teala buyurur ki, ey iman gətirənlər, Allaha səmimi tövbə edin. Ey müsəlman, bugün tövbə et, çünki sabah gec ola bilər. Sahadı qoluna bağlayarsan, onu sənin qolundan axşam yatağına uzandığın zaman özün mü açacaqsan, yoxsa ölü yuyan mı? Maşının qapısını örtüb minərsən, sən oradan özün mü düşəcəksən, yoxsa səni təcili yardım işçiləri mi düşürdəcək? Yatağına uzanarsan, oradan özün mü duracaqsan, yoxsa sənin yaxınların səni yumaq üçün, kəfənləmək üçün mü qaldıracaq? Salih əməlləri artırıb, pis əməllərimizə tövbə etməli, qul haqqından qorxmalı və insanlara gücümüz çatdığı qədəri ilə yaxşılıq etməliyik.